İbrahim surəsi. Görmədinmi? Allah necə gözəl məsəl çəkdi. Gözəl söz, kökü yerdə möhkəm olub, budaqları göydə olan nemət verən bir ağaca bənzər. O ağac Rəbbinin izni ilə meyvəsini hər zaman verər. Allah insanlara beləcə məsəl verir ki, düşünə bilsinlər. Çirkin bir söz də gövdəsi torpağın üstündə, amma kökü olmayan bir ağaca bənzər. Allah sağlam sözlə iman edənləri həm dünya həyatında, həm də axirətdə sabit qədəm tutar. Zalimləri isə uzaqlaşdırar. Allah dilədiyini edər. Biri-birinizə gözəl söz deyin. Bəlkə də qarşındakı insanın eşitməyə ehtiyacı olan tək şey sənin bir kəlməndir. Gözəl söz yaraya məlhəmdir. Qəlbi ayaqda saxlayar. Allah gözəl sözü ucaldar.